Əməkdar artist Dilarə Əliyeva qızı Aytənlə bağlı paylaşım edib. Aktrisa övladının ad gününü təbrik edərək ona xoş arzularını yazıb. Dilarə Əliyeva paylaşımında "Ağıllı balam, ad günün mübarək. Hər zaman üzün gülsün, çox yaşa" sözlərini qeyd edib. Videoda aktrisanın nəvələri də yer alıblar. Qeyd edək ki, Dilarə Əliyevanın 2 qız övladı var, Aytən ailəlidir və 2 övladı var. Xalq artisti Mələkxanım Əyyubova nəvəsi Mələklə bağlı paylaşım edib. Xanəndə nəvəsinin ad günü olduğunu bildirib. O, nəvəsi üçün hazırlanan ad günün süfrəsindən görüntü yayımlayıb. Sənətçi paylaşımına "Canım, gözəl mələyim, doğum günün mübarək. Yeni yaşın sənə bol-bol uğur gətirsin ürəyim" sözlərini yazaraq nəvəsini təbrik edib. Qeyd edək ki, Mələk xalq artistinin oğlu Cəfərin qızıdır və nənəsinin adını daşıyır.